Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Bakü stüdyosundan seslendiğimiz Azerbaycan'dan Haberler programında yine birlikteyiz. Ben Özlem. Ben de Ali. Her birinizi salamlayıram Özlem. Hoş gördük. Hoş bulduk Ali. Bugün 25 Nisan 2026 Cumartesi. Bakalım Can Azerbaycan'da gündem bu hafta sonu nasıl şekilleniyor? Sıcak gelişmeler var mı? Əlbəttə var Özlem. Həmişəki kimi gündəmimiz zəngindir. İstəyirsənsə iqtisadiyyatla bağlı çox önəmli bir xəbərlə başlayaq. Bugün Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında yeni bir sərəncam imzalayıb. Dur bakalım Ali, hemen bir parantez açalım. Bu Ələt Azad İktisadi Zonası tam olarak ne demek? Türkiye'deki dinleyicilerimiz için serbest ticaret bölgesi gibi düşünebilir miyiz? Ve bu alat nerede, neden bu kadar önemli? Tamamilə doğru təxmin etdin Özlem. Türkiyədəki sərbəst bölgə anlayışına çox yaxındır. Ələt Bakının Qaradağ rayonunda, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam yanında yerləşən strateji bir qəsəbədir. Bu zona xarici investorları cəlb etmək, yüksək texnologiyalara əsaslanan istehsal sahələri yaratmaq və ixracı artırmaq məqsədi daşıyır. Yəni, neftdən asılılığı azaltmaq üçün atılan ən böyük addımlardan biridir. Anladım. Yani Azerbaycan ekonomisinin geleceği için kritik bir proje. Peki bu imzalanan yeni serencam yani kararname ne gibi ek tedbirler getiriyor? Süreci mi hızlandırıyor? Bəli, əsas məqsəd budur. Bu sərəncamla zonanın idarə etmə strukturunun formalaşması, zəruri infrastrukturun daha sürətlə tamamlanması və investorlar üçün prosedurların sadələşdirilməsi nəzərdə tutulur. Dövlət bu layihəyə o qədər böyük önəm verir ki, heç bir bürokratik əngəlin prosesi yavaşlatmasını istəmir. Harika bir gelişme. Ekonomide atılan bu güzel adımların yanında bir de galiba hesap kitap işlerinde bazı pürüzler çıkmış. Gence'den gelen bir haber dikkatimi çekti. Biraz can sıkıcı bir konu gibi duruyor. Bəli, təəssüf ki, belə xəbərlər də olur. Bu, BBC Azəri xidmətinin yaydığı bir məlumatdır. Azərbaycan Hesablama Palatası, yəni sizin sayıştayınızın qarşılığı, Gəncə şəhər icra hakimiyyətində yoxlama aparıb. Nəticədə icra hakimiyyətinin dövlət büdcəsindən ayrılan vəsaitdən 11 milyon manat artıq xərclədiyi ortaya çıxıb. Oo, 11 milyon manat. Bu çok ciddi bir rakam. Peki bu paranın akıbeti ne olmuş? Nereye harcanmış bu fazlalık? Bir yolsuzluk durumu mu söz konusu? Hesabatda qeyd olunur ki, artıq xərcləmələr əsasən abadlıq, təmir-tikinti işləri və bəzi sosial layihələrdə qeydə alınıb. Bəzi işlər üçün bazar dəyərindən daha yüksək ödənişlər edildiyi, bəzi layihələrin isə səmərəsiz olduğu bildirilir. Hələlik birbaşa yolsuzluq ifadəsi işlədilməsə də, dövlət vəsaitinin səmərəsiz və qanunsuz xərclənməsindən söhbət gedir. Yəqin ki, məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən daha dərin araşdırma aparılacaq. Umarım kamu kaynakları yerini bulur. Bu tür haberler gerçekten üzücü. Bir de vatandaşın cebini doğrudan ilgilendiren, daha doğrusu cebinden para çıkmasına neden olan bir haber var sanırım. Öğretmen adaylarını ilgilendiriyor. Doğrudur Özlem. Bu xəbəri müstəqil media qurumlarından olan Azadlıq Radiosu yayıb. Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsində iştirak üçün ödəniş məbləği təsdiq edilib. Namizədlər, yəni adaylar, imtahana girmək üçün 60 manat ödəməli olacaqlar. 60 manat. Bu meblağ iş arayan gencecik bir öğretmen adayı için yüksek sayılır mı Ali? Ortalama bir Azerbaycanlı için bu para ne ifade ediyor? Ölkədəki orta aylıq əmək haqqını nəzərə alsaq, 60 manat az pul deyil Özlem. Xüsusilə də hələ bir gəliri olmayan, universitetdən yeni məzun olmuş bir gənc üçün bu ciddi bir məbləğdir. Bu qərar sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bəziləri bunun normal olduğunu, imtahan təşkilatçılığının xərclərini qarşıladığını desələr də, əksəriyyət məbləğin yüksək olduğunu düşünür. Anlıyorum. Bir yandan iş bulmaya çalışıyorsun, bir yandan da o işe başvurabilmek için para ödüyorsun. Hele bir de yine azatlıkta gördüğüm başka bir haberle birleştirince durum daha da düşündürücü hale geliyor. Ülkede problemli krediler artmış galiba. Bəli, bu iki xəbər bir-birini tamamlayır əslində. Pandemiya sonrası dövrdə və iqtisadi çətinlik fonunda insanların borclarını ödəməkdə çətinlik çəkdiyi bir gerçəkdir. Banklarda problemli kreditlərin həcmi artıb.
Bu səbəblə borcun yığılması prosesini sürətləndirmək üçün icra məmurlarının, yəni sizin bildiyiniz icra məmurlarının səlahiyyətləri genişləndirilir. Bu da borcu olan vətəndaşlar üzərindəki təzyiqi artırır. Anladım. Yani bir yanda borç batağındaki insanlar, diğer yanda işe girmek için para ödemesi gereken gençler. Zor bir tablo. Neyse ki bu ekonomik gündemin arasında insanın içini ısıtan, umut veren haberler de var. Mesela 2. Dünya Savaşı gazileriyle ilgili bir gelişme olmuş. Elədir. Bu hər il 9 may Qələbə günü ərəfəsində ənənə halını almış gözəl bir addır. Prezidentin sərəncamı ilə 1941-1945-ci illərdə 2-ci Dünya müharibəsində iştirak etmiş şəxslərə, onların dul həyat yoldaşlarına və arxa cəbhədə fədakar əməyinə görə təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək. Bu onların xatirəsinə olan hörmətin və dövlət qayğısının bir göstəricisidir. Ne kadar güzel. Onlara olan vefa borcunun bir ifadesi. Peki hazır vefadan, başarıdan, umuttan bahsetmişken bugünün en pozitif haberine geçelim mi? Sınavda rekor kıran kız kardeşler varmış. Əlbəttə, günü belə pozitiv bir notla bitirmək hamımıza yaxşı gələcək. Müsavat qəzetinin yazdığına görə, ali məktəblərə qəbul imtahanlarında çox yüksək nəticə göstərən 2 bacı gündəmə gəlib. İsmayıllı rayonundan olan Ayan və Nigar adlı bacılar, demək olar ki, mümkün olan ən yüksək balı toplayıblar. Harika bir haber. İnsan hem gururlanıyor hem de seviniyor. Peki ne olmak istiyorlarmış bu zeki kız kardeşler? Hayalleri neymiş? Müsahibələrində deyiblər ki, biri memar, digəri isə hüquqşünas olmaq istəyir. Ən gözəl tərəfi də odur ki, bu uğura bir-birlərinə dəstək olaraq, planlı şəkildə birlikdə çalışaraq nail olduqlarını deyirlər. Ailələri də, müəllimləri də onlarla fəxr edir. Bu hekayə bütün çətinliklərə baxmayaraq, əməyin və zəkanın hər zaman qalib gəldiyinin ən gözəl sübutudur. Gerçekten de öyle. Bu başarılı kız kardeşlerin hikayesiyle bugünkü programımıza harika bir nokta koymuş olduk. Ağzına sağlık Ali. Azerbaycan gündemini yine en ince detaylarına kadar bizlerle paylaştın. Təşəkkür eləyirəm Özləm. Gündəmi birlikdə dəyərləndirmək mənim üçün də çox xoşdur. Sevgili dinleyiciler, Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Bakü Stillos'undan herkese sevgiler. Yarın yenə aynı saatdə buluşmaq üzərə, xoşça kalın. Fason Radyo